Deməli, bax Nəziz xanımlar, bugün hazırlaşırıq indi ziyillərin işlənməsinə, vulva nahiyəsində və perianal nahiyədə. Amma bir nüansa aydınlıq gətirmək istəyirəm. Xanımızda HPV virusu yoxlanılıb və negativ gəlib. Amma çox sayılı ağır durumda olan bir ziyillər var. Bəs səbəb nədir? Niyə negativ gəlir? Burada bir neçə nüans var. Birinci nüans ondan ibarətdir ki, biz uşaqlıq yolundan götürürük yaxma analizin və bəzən o ziyillərin səthindən, onun suyundan, möhtəviyyatından götürülmür. Ona görə də bu analizdə çıxa bilər ki, heç bir HPV-nin bu ziyil yaradan forması ümumiyyətlə negativ gəlib HPV, amma ziyil var. Ziyil varsa, görüntü ilə artıq təyin edirik ki, HPV virusunun hər hansı bir aşağı risk qrupu var. Bizim əsas niyyətimiz yüksək risk qrupunu yoxlamaqdır ki, bu belə durumlarda onkoloji riskləri önləyə bilək, uşaqlıq boyunluq xərçəngini önləyə bilək. Digər nüans ondan ibarətdir ki, HPV virusunun çox sayılı növləri var, 40 genital forması var və bütün laborator analizlər bütün növləri yoxlanmağa köklənməyib. Ona görə də yenə də dediyim kimi yüksək risk qruplarının yoxlanmasına əsas diqqət edirik burada. Sadəcə belə durumları gözlə müayinə zamanı dəqiqləşdiririk, aparatımızla müayinə zamanı dəqiqləşdiririk ki, ziyil var, deməli HPV virusunun hər hansı bir növü var, negativ cavab gəlsə bilər.